Günel Aha, müəllimə. buyurun. Aha. Günel müəllimə, üçüncü basketbol nə zaman yaranıb? 1980-ci ildə Amerikada. Üçüncü basketbolun hücum vaxtına verilən vaxt. 12 saniyə. 12 saniyə. Bəs böyük basketbolda hücum vaxtına verilən vaxt? 24 saniyə. 24 saniyə. Üçüncü basketbolda 5 saniyə qaydası. Deməli, topu əldə saxlamaq. Üçüncü basketbolda. Bir dəqiqə. Onu səhv eləmirəm. Topu cərimə atışı olan zaman. Üçüncü basketbol. O dedikləriniz böyük salam hər vaxtınız xeyir Pərviz müəllim. O dediyiniz böyük basketboldadır. Keçən səfər dərsdə üçüncü basketbolun izahını verəndə 5 saniyə qaydasını demədim. Bir də üçüncü basketbolda 3 saniyə qaydasını demədim. Bu 5 saniyə, 3 saniyə qaydasını üçüncü basketbolda kim bilirsə, buyurun Anar müəllim. Müəllim, orada mən bildiyim qədər yəni oxuduqlarım içində belə bir şey var. Deyirəm ki, rəqibin səbətin altında orada bir xətt var. Orada 3 saniyədir. Bir də arxası səbətə tərəf dayanıb getirmək 5 saniyə qala bilər. Hardasa yaxınlaşmısınız? Demək olar ki, yaxınlaşmısınız. Bəybələ müəllim, biri səbətin altındadır. 3 saniyə qaydası o basketbolda bir də əlavə olaraq onu deyim ki, yeni qaydalara əsasən dəyişikliklər olub. Böyük basketbolda 3 saniyə qaydası, məsəl üçün topsuz səbətin altında idi. İndi daha yeni qaydalara əsasən 3 saniyə qaydası topla səbətin altında qala bilməzsən. 3 saniyədən artıq topla. Bir də bu həmən 3 saniyə qaydası 3 basketbola da aiddir. Yəni 3 saniyədən artıq topla səbətin altında qala bilməzsən. Yadınızda saxlayın. Üçüncü basketbolda 5 saniyə qaydası. 5 saniyə ərzində, məsəl üçün, mən hücumçuyam, topu atdım, top səbətdən keçdi və müdafiəçi topa yiyələndi. 5 saniyə ərzində müdafiəçi topu götürüb, o cərimə, yəni 6.75-in daxilindən çıxmalıdır. 6.75-in daxilindən 5 saniyə ərzində çıxıb hücumun qurmalıdır. Və 5 saniyə ərzində çıxmazsa 6.75-in xaricindən top verilir avtomatik olaraq digər komandaya. Və əlavə olaraq 5 saniyə ərzində, məsəl üçün, mən topu atdım səbətdən, top səbətdən keçdi. Top səbətdən keçən zaman bu zaman topu rəqib götürürsə, məsəl üçün Bəybələ müəllim, topu Bəybələ müəllimin komandası, Bəybələ müəllim topu götürdü. Bu zaman mən ona müdaxilə edə bilmərəm yenidən. Çünki bu artıq haqsızlıqdır. 5 saniyə ərzində Bəybələ müəllim hücumun qurmalıdır. Yenidən mən ondan sonra müdaxilə edə bilərəm. Yoxsa Bəybələ müəllim topu atdım, mən Bəybələ müəllim götürdü, getdim yenə Bəybələ müəllimdən topu almağa çalışdım. Bu haqsızlıqdır axı. Onun üçün mütləq qaydada Bəybələ müəllim 5 saniyə ərzində 6.75-in xaricinə çıxmalıdır. Xaricinə çıxdıqdan sonra bəli, müdaxilə edə bilərəm. Bu 5 saniyə və 3 saniyə qaydasını başa düşməyən oldu 300 basketbolda. Onlar 3-ü yazdıq, 5-i də deyərdiniz qısa formada, onda yazardıq bir yerə. 5 saniyə ərzində, məsəl üçün, müdafiəçi 5 saniyə ərzində 6.75-in xaricindən çıxıb hücumun qurmalıdır. Belə doğru dildə desək, qısa formada. 6.75-in xaricinə çıxıb. Hücumun qurmalıdır. 5 saniyə ərzində 6.75-in xaricinə çıxmazsa, top verilir rəqibə. 3 saniyədir deyəndə zəhmət olmasın. 3 saniyədə top 3 saniyə ərzində də 6.75-in daxilində olur 5 saniyə, yoxsa xaricində? Yox, xaricinə çıxıb hücum qurmalıdır. Məsəl üçün 5 saniyə ərzində daxildən çıxmalıdır, daxildə olur. Məsəl üçün mən topu atdım səbətə. Səbət daxildədir 6.75-in. Yerdə izah verirəm. Səbət 6.75-in daxilindədir. Mən topu atdım. Topu Bəybələ müəllim götürdü. Top səbətdən keçsə də, keçməsə də, topu Bəybələ müəllim götürdü. Bu zaman Bəybələ müəllim üçün 5 saniyə vaxt açılır ki, 5 saniyə ərzində 6.75-in xaricinə çıxmalıyam. Və Bəybələ müəllim o xarici çıxmadığı müddətdə mən hücum edə bilmərəm. Yəni müdaxilə edə bilmərəm Bəybələ müəllimə. Nə oldu da orada mən topu atdım, top səbətdən keçdi, Bəybələ müəllim topu götürdü, elə 6.75-in daxilindən təzə Bəybələ müəllimdən topu aldım, yenidən atdım. Elə haqsızlıqdır. Onun üçün 6.75-in daxilində olan zaman mən müdaxilə edə bilmərəm. Aydın. 1 dəqiqə Rübali müəllim onu da deyim. 3 saniyə qaydası da topla səbətin altında qalmaq olmaz. 3 saniyədən artıq. Buyurun Rübali müəllim. Bəs Cekbaldan başlayanda 5 saniyə qaydası varmı, yoxsa yox? Cekbaldan başlayanda xeyr. Cekbaldan başlayanda məsəl üçün mən hücum edənəm, yenə də Bəybələ müəllimlə məsələ çəkirəm, Bəybələ müəllim müdafiə edir. Top avtomatik olaraq Bəybələ müəllim verilir, hakim götürür topu verir Bəybələ müəllimə. Bəybələ müəllim də topu atır mənə. Mən dayanıram 6.75-in xaricində, Bəybələ müəllim dayanır 6.75-in daxilində. Müdafiə edən daxildə dayanır, hücum edən xaricdə. Və topu Bəybələ müəllim götürür, daxildə olan götürür, atır mənə, xaricdə olana. Və bizim aramızda 1 metrə minimum fərq olmalıdır. Bəli, Günel müəllim. Buyurun. Oldu, çox sağ olun. Siz sağ olun.
Müəllim, Jackball nə deməkdir? Onu bir zəhmət olmasa izah edərsiniz. Jackball bilirsiniz, bu hücuma başlayan zaman yəni bir prosesdir. Yəni Jackballın yəni hücuma başlayan zaman Jackballa başlanılır oyun. Bu Jackballın da mənası Jackballın mənası, yəni onu tam dəqiq deyə bilmirəm, bir mənası yoxdur. Yəni hücum başlayan zaman Jackballdan başlanır. Nə zaman Jackballdan başlanır? Mübahisəli top zamanı, top yandan çıxan zaman. O faullar var. Cərimə atışı verilməyən faullar zamanı Jackballdan başlanır. Time-outdan gələn zaman Jackballdan başlanılır. Getdin overtime-in başlanğıcı zamanı Jackballdan başlanılır. Yəni Jackball hücuma başlayan zaman Jackballdan deyilir. Yəni Jackballdan başlanılır. Müəllim, o meydanın hansı hissəsi o hesab olunur onda? Jackball dediyimiz yerin o meydanın hansı hissəsi? Jackball dediyimiz hissə başlayan zaman, məsəl üçün, müdafiə olunan komanda 6.75-in xaricində daxilində dayanır, üzr istəyirəm. 6.75-in daxilində müdafiə olunan komanda, 6.75-in xaricində isə hücum edən komanda dayanır. Və müdafiə olunan komanda, hakim dayanır mərkəz xəttinin yanında, yəni 6.75 xəttinin yanında, topu atır müdafiə olunan komandaya. Və müdafiə olunan komanda da topu götürür 6.75-in daxilindən götürür atır hücum edən komandaya 6.75-in xaricinə. Və bu Jackballın arasında da minimum 1 metr məsafə olmalıdır. Bu zaman hücum qurulur. Bəli, başa düşdüm müəllim, sağ olun. Siz sağ olun, buyurun. Buyurun Nərgiz müəllim. Zəka müəllimi sizə dinləyəcəm. Mən belə istəyirəm. Bu deməli mən belə fikirləşirəm ki, bu yan xətt kimi gedir. Çünki Jackball üstə başlanırsa, böyük basketbolda elə ki, hakim masasında oxa baxır da, yandan başlayır. Elə deyildi? 5 saniyə Mərkəz xəttinə paralel olan yandan başlanılır. Çox sağ olun. Siz sağ olun, buyurun. Zəka müəllim, buyurun. Salam müəllim, sizi və bütün müəllimləri salamlayıram. Hər vaxtınız xeyir. 5 saniyə qarşısında mən bir əlavə bilirəm. 3 basketbolda cərimə atışlarda məncə 5 saniyə yerinə yetirilməlidir. Cərimə atışlarında 5 saniyə qaydası tətbiq olunmur. Yəni top atılır, verilir və həmin anda yəni cərimə atışını yerinə yetirməlisən. Müəllim, mən bir də sizə onu bilmədiyimi demişim müəllim. Mən 3 basketbol topun içərisi 510-567 qram bilirdim. Amma sizə 580-620 qram bildim. O köhnə qaydalara əsasən siz dediyiniz kimi idi. Yeni qaydalara əsasən 580-620 qramdır. Yaxşı müəllim, çox sağ olun. Siz sağ olun, buyurun. Mehriban müəllim, buyurun. Axşamınız xeyir bir daha. Hər vaxtınız xeyir. Burada bir dənə sual mənim üçün qaranlıq qaldı. Üçün basketbolda qalib və məğluba verilən xal. Mən testi götürmüşdüm, bir xal demək qalib, məğlub 0 xal. Orada 2-1 verilir. Orada da W0 kimi əvvəli idi. W qalibə verilirdi, 0 məğluba. Artıq yeni qaydalara əsasən 2-1 verilir. O test hazırlananda W0 kimi hazırlanmışdı. Cavab olaraq elə qalıb, yəni dəyişdirilməyib. Yəni 2-1 götürülür. 2-1, çox sağ olun. Sağ olun, buyurun. Buyurun Nərgiz müəllim. Mənim bir dəqiqə üzr istəyirəm. Bu 560-620 qram deyilsə, bunun da çevrəsi necə gedəcək onda? 560 yox, 580-620 qram çəkisidir. 620. Çevrə necə gedəcək? Çevrənin zəhmət 720-740 qram da çevrəsi. 720 mm, 740 mm çevrəsi və yaxud da 72-74 sm. Təşəkkür edirəm. Buyurun, xoşdur. Günel müəllim, buyurun. Müəllim, bu W0 və ya 0W deməli qazanan oyunçu qələbə qazandı. Bu işarə voleybol oyununda da var. Bu yeni qaydalarda basketbol oyununa daxildir, yoxsa elə burada basketbol oyununda W0 qaydası daha ləğv olunub. Onun yerinə 2-1 verilir. Yəni 3-3 basketbolda. Bəli, burada var. Ona görə soruşuram ki, yəni bu voleybol oyununda da belə bir işarə var. Orada da bu, yəni qarışdırmayım deyə onu soruşuram. Voleybol idman oyununda bugünkü yeni dərsimiz olacaq. Voleybol idman oyununda 3-1, 3-0 olan komandaya 3 xal, qalibə, məğluba 0 xal verilir. 3-2 olan komandaya 2-1 verilir. Bəli, bəli. Orada belə bir işarə var idi. Ona görə bunu soruşdum ki, yəni burada bu var yoxsa bu köhnə qaydaya əsasən? Yox, köhnə qaydaya əsasən var. 3-3 basketbolda köhnə qaydaya əsasən var idi. Oldu mənim, sağ olun. Oldu, buyurun. Kimin nə sualı var əlavə olaraq sual cavabımıza başlamamışdan qabaq sualını versin, keçək sual cavabı. Mehriban müəllim, Nərgiz müəllimə, zəhmət olmasa əlləri siz endirək ki, keçək dərsimizə. Günel Ocaqova. Yəni, Günel Tağıyeva, bir də Günel Ocaqova. Sizin bir dəfə adınızı, soyadınızı deyirəm, yəni üzrlü səbəbdən familiyanızdan dediyimə görə artıq müəllimə sözünü əlavə edə bilmirəm. Bir də qısa olsun deyə belə deyirəm. Günel müəllimə, demək, böyük basketbolda 5 saniyə qaydası. Böyük basketbolda hakim cərimə atışı verən zaman onda da 5 saniyə ərzində yerinə yetirilir. Bir də time-outdan, yan xəttdən atış zamanı
5 saniyə ərzində yerinə. Bir də baskı olarsa əgər hücumçuya da, onda da 5 saniyə müddətində yerinə yetirilir. Top əldə 5 saniyə. Bəli. 5 demək, Şahin yazılan müəllimənin adı nə idi? Gülmirə müəllimə. Ha, Gülmirə müəllimə. Nə sualınız var idi? Xeyr müəllim. Aha. Gülən müəllimə, bəs meydanda olan xətlərin qalınlığı 5 sm. 5 sm. Basketbol nə zaman yaranıb? Basketbol 1981-ci ildə Amerikada 1891. 1891. Ha, kim tərəfindən? James Names tərəfindən. Harada yaradılıb? Amerikada. Federasiya nə zaman yaradıb? Federasiyası 1932-ci ildə. 1932-ci ildə. Çox sağ olun Günel müəllimə. Günel Tağıyeva, zəhmət olmasa Günel müəllimə siz. Bəli, buyurun. Basketbolda meydançanın ölçüsü. Böyük basketbol deyirsməli. Yox, basketbol. 28-in 15-i, Bəs 3-3 basketbolda 11-in 15-i. 11-in 15-ə. Böyük basketbolda ilk oyuna başlayanda birinci oyunun başlanğıcı, birinci periodun başlanğıcı, oyunun başlanğıcı, oyun necə başlanılır? 3-3 basketbolda oyun necə başlanılır? Böyük basketbolda oyun hava atışından başlanılır. Amma 3x3 basketbolunda püşkatma ilə olur. Püşkü qazanan komanda nə edir? Püşkü qazanan komanda cekbaldan oyuna başlayır. Topu əldə edib və cekbaldan oyuna başlayır. Hücumçu harda dayanır? Hücum edən komanda harda dayanır? Müdafiə olunan komanda harda dayanır? Hücum edən komanda meydanın sol tərəfində, Yəni müdafiə olunan komanda sağ tərəfində dayanır. sol sağ deyəndə nə nəzərdə tuturuq? Yəni mən A komandası və B komandası. Bildim. A komandası məsəl üçün hücum edən komandadır. Meydanın hansı hissəsində dayanacaq? Hücum edən komanda sol hissədə. Sol dedikdə 6.75-in daxili nəzərdə tuturuq, yoxsa xarici? Xarici nəzərdə. Aha, hücum edən komanda 6.75-in xaricində dayanır. Müdafiə olunan komanda da daxilində. Yaxşı. 3 saniyə qaydası böyük basketbolda. 3 saniyə ərzində səbətin altında 3 saniyədən artıq durmaq olmaz top əldə. Topla 3 saniyə. Bəs 3-3 basketbolda? Orada da eyni ilə elədi. 3 saniyədən artıq top səbətin altında durmaq olmaz. Aha. Yaxşı. Böyük basketbol olimpiya oyunlarına nə zaman daxil edilib? Kişilər. Böyük basketbol Yox, ümumiyyətlə nə zaman daxil edilib? Yəni onu deyək. 1935-də oyunlara daxil edilib. 36-cı ildə kişilər arasında yarış keçirilib. 1976-cı ildə qadınlar arasında. Gözəl. Çox sağ olun. Təşəkkürlər. Mehriban müəllimə, zəhmət olmasa səs açaq. Mehriban müəllimə, 3-3 basketbolda time-out. Time-out bir dəfə götürülür. Vaxtı? 1 dəqiqə. 30 saniyə ərzində. 30 saniyə. 3-3 basketbolda, yox, üzr istəyirəm. Böyük basketbolda texniki time-out. Texniki time-out 2 dəqiqə götürülür. Ümumiyyətlə 5 dəfə götürülə bilər. 2 time-out birinci hissədə, 3 time-out ikinci hissədə. Texniki time-out. Texniki time-out müəllimə. Texniki time-out bir dəfə götürülür. Tam yerində qalmadı. Bəybalı müəllimə. Mənim texniki time-out yoxdur basketbolda. Bəli, texniki time-out, bəli, texniki time-out yoxdur Mehriban müəllimə. İstə də onu çaşmışdım mən. Aha, texniki time-out. Baxın, yadımızda saxlayaq. Texniki time-out yalnız badmintondadır. İnşallah badmintona keçəndə ətraflı izah verəcəm. İndidən deyim, qarışdırmayaq. Oldu. Mehriban müəllimə, yaxşı. Bəs basketbolda time-out? Basketbolda time-out götürülür 5 dəfə. Birinci hissədə 2 time-out, ikinci hissədə 3 time-out. Birinci hissədə. Əsas birinci hissədə götürmədiyimiz time-out ikinci hissəyə keçir. Keçə bilməz. Amma üçüncü basketbol keçə bilər əlavə hissəyə. Yaxşı. İkinci hissədə götürmədiyimiz time-out overtime oynanılarsa overtime-a keçir? Xeyr, keçə bilməz. Keçə bilməz. Yaxşı. Hissələr arası fasilə? Böyük basketbolda hissələr arası fasilə birinci periodla ikinci period arasında 2 dəqiqə, ikinci ilə üçüncü arasında 15 dəqiqə, 3 ilə 4 arasında yenə 2 dəqiqə. Bəs hissələr arası fasilə bu periodlar arası fasilədir. Periodlar arasında 2 dəqiqə. Yox, qarışdırmayaq. Periodlar arası fasilə indi dediyiniz periodlara aid idi. Hissələr arası fasilə nədir? 15 dəqiqə. Hissələr arasında 15 dəqiqə. Hissələr arası fasilə 15 dəqiqə. Bəybalı müəllim, buyurun, nə demək istəyirdiniz? Heç hissələr arası fasiləni dedim müəllim. Mehriban müəllimə. Bəs 3-3 basketbolda overtime oyun gedərsə neçə dəqiqə fasilədən sonra overtime-a gedilir? 1 dəqiqə fasilədən sonra. 3x basketbolda komanda meydana çıxmazsa tam heyəti olması üçün neçə dəqiqə gözlənilir? 5 dəqiqə. 5 dəqiqə. Çox gözəl. Mehriban müəllimə, təşəkkürlər.
Bəybala müəllimə, zəhmət olmasa səsi açaq. Buyurun müəllim. Bəybala müəllimə, 3-3 basketbol müəllimə dedim, üzrlü sayın. Çarıxa bilərəm. Yəni bundan üzrlü sayın hər kəsdən birdən çarıxıb deyərəm. Əsasda işin müəllimləri. Demək Bəybala müəllimə, üzr istəyirəm yenə. Bəybala müəllim, Olimpiya oyunlarına nə zaman daxil edilib 3-3 basketbol? 2017-ci ildə daxil olub, 2020-də iştirak elədim müəllim. 2020-də iştirak edib. Yaxşı. Yeniyetmələr arasında Olimpiya oyunları nə zaman keçirilib? 2010-da. 2010-da. Bəs dünya çempionatı nə zaman keçirilib ilk dəfə? 2012-ci ildə. 2012-ci il. Azərbaycan ən uğurlu cəhdi nə zaman olub? 3-3 basketbolda. 4-cü İslam oyunları. İşlər qalmalı bizdə. Aha, 4-cü İslam əmrləri oynandı. 3-3 basketbolda səbətə atılan uğurlu atışlar. 1 və 2 xalla qiymətləndirilir. 1 və 2 xalla qiymətləndirilir. 3-3 basketbolda komandanın faal limiti. Komanda 6 faul limiti. 6, 7, 8, 9 etdikdə nə olur? 2 zərmə atışı verilir. Bəs ondan sonra? Bir də ki, topa yiyələnmə verilir mənim. Topu başlama. Yaxşı. Komandanın faal limiti 8-dir. Tutaq ki, komandanın faal limiti 8-dir. Və 6.75-in xaricində basket faal olarsan. Top düşərsə müəllim 1 dənə, düşməsə 2 dənə müəllim. Xaricində dedim. Xaricində 2 dənə müəllim. Nə? Düşməzsə əgər 2 dənə zərmə atışı verilir, düşərsə 1 dənə. Elə yalnız zərmə atışı veriləcək? Bir də ki, 2 zərmə atışı verilir mənim. Qarışdırırıq. Görürsən ki, o 2 dənə zərmə atışı verilir mənim. Bəs başqa əlavə olaraq? 8-ci faulda əlbəttə mənim 2 dənə zərmə atışı verilir. Əgər 10-cu faul olarsa, topu başlama da verilir. Bəs yalnız 2 zərmə atışı verilmir axı. 2 xal plus 2 zərmə atışı. Həndə müəllim düşərsə 2 xal verilir, düşməzsə 2 dənə zərmə atışı verilir. Baxın, düşərsə 2 xal 2 zərmə atışı verilir. 2 xal 2 zərmə atışı. Düşməzsə 2 dənə zərmə atışı verilir. Aha. Siz 2 xalı demirdiniz. Mən elə dedim, yəni düşməzsə əgər 2 zərmə atışı verilir. Düşərsə 2 xal da verilir. Plus 2 zərmə atışı. 2 zərmə atışı. Aha. Yaxşı. Basketbolda 6.75-in xaricində basket faul olarsan. Xaricində basketbolda basket faul olarsa müəllim 2 zərmə atışı verilir də. Xaricində basket faul, basketbol, böyük basketbol. Böyük basketbol danışdınız. Aha. Xaricində olub düşərsə müəllim 1 dənə, düşməzsə 3 dənə zərmə atışı verilir. Bəs tam baxın, siz nə yadınızda? Bir yaxlarında o yadınızdan çıxdı. Xalı demirsiniz. Xaricdən atanda 3 xalda 3 xal plus 1 atış. Bir dənə zərmə atışı. Aha. Xalı demirəm. Aha, xalı demirsiniz. Zərmə atışına gedir ona görə. Yaxşı. Bir də basket faul deyilirsə, artıq top səbətdən keçdi deməkdir. Yəni keçdi, keçmədin deməyin. Basket faul gördünüzsə, top səbətdən keçdi. Top səbətdən əgər sual belə düşə bilər. Topa atdığın an sənə qarşı qayda pozuntusu oldu, top səbətdən keçmədi. Keçməzsə bu sözü deyəcək. Amma basket faulda isə belə deyəcək ki, basket faul sözünü vurğulayacaq. Səbətdən keçməyinə görə. Aha, səbətdən keçməyinə görə. Yaxşı. Azərbaycanda basketbolun, böyük basketbolun inkişafı 1920. Federasiyası yaranmağı 93. 92 də deyil, 93 də deyil mənim. 93. Azərbaycanda yaranmağı. Aha, 93. Bəs nə vaxt üzv olub? 94-dən. Təşəkkürlər. Gülmira müəllimə. Gülmira müəllimə, zəhmət olmasa səs açaq. Səsiniz bağlıdır. Ləman müəllimə. Dərsdə yoxdur. Rübal müəllim. Bəli, buyurun. Aha. Rübal müəllim. Mən üzr verin, telefonum dondu, açılmadığına görə mən qaldım. Aha, indi danışa bilirsiniz. Rübal müəllim, bir dənə üzr istəyirəm sizdən. Gülmira müəllimədən soruşum, sizdən keçəcəm. Gülmira müəllimə. 3-3 basketbolda komanda heyəti. Mənim komanda heyəti 4-dür. 3-ü oyunçu, biri Ehtiyat. ehtiyat. Ehtiyatsız gələ bilər komanda. Bəli mənim. Oyunu meydana çıxan zaman 2 nəfərlə çıxa bilər. Xeyr mənim, 3 ilə çıxmalıdır, amma bir nəfər qalana qədər oynaya bilər. Bəs meydana çıxmasına neçə dəqiqə gözlənir çıxması üçün? 15 dəqiqə. 3-3 basketbolda. 5 dəqiqə. 5 dəqiqə. Yaxşı. Böyük basketbolda meydana çıxmasına neçə dəqiqə gözlənilir? 15 dəqiqədir. Böyük basketbolda 8 saniyə qaydası.
Mən keçməlidir də oyun. Nə O birisi tərəfə keçməlidir? keçməli. Aha, öz meydanından rəqib tərəfə Öz keçməlidir. meydana, hə, rəqib meydana keçməli. Aha, yaxşı. Bəs 300 basketbolda qalibi məğluba verilən xal Mənim 2-1. 2-1. 300 basketbolda hakim heyəti Mən 5-dir. neçə meydan, neçə masa? 3 masa, 2 Bəs böyük 3 masa, 2 meydan. Aha, böyük Orada 7-dir. aha, neçə meydan, neçə masa? Orada da 3 masa, 4 meydan. 3 masa, 4 meydan. Mesela 4 masa olmuş yox, bilmədim. 7 bilirəm amma mənim yadımdan çıxdı şey. Aha, Rübai müəllim deyin. 3 meydan 4 masa. Aha, 3 meydan, 4 masa. Aha, Gülmilə müəllimə. Yaxşı. Böyük basketbolda səbətə atılan uğurlu atışlar. 1, 2, 3 xal. 1, 2, 3. 3 xal nə zamandır? 2 xal nə zamandır? 1 xal nə zamandır? Cərimə atışı 1 xaldır, xaricdən 3 xaldır, daxildən də 2 xal. Təşəkkürlər. Çox sağ olun. Rübai müəllim. Bəli, buyurun. 6.75-in xaricində topu atdım, özüm düşdüm daxilə. Toplandım, top atdım, özüm düşdüm daxilə. Neçə xalla qiymətləndiriləcək? Böyük basketbolda 3 xalla. 3 xalla. Bəs xətti tapdalayıb ataramsa 6.75-in. 2 xalla. Oyun proseduru zamanı 5.80-li xətti tapdalayıb ataramsa. Top sayılmır. Niyə? Xətti taplayanda, top atanda top sayılmır da. Oyun proseduru, oyun gedişatı zamanı. Oyun gedişatı zamanı olar, bəli. 2 xal. Çıxar. Yaxşı. 5.80-dən atılan xal. 5.80 cərimə atışı 1 xal. 1 xal, cərimə atışı 1 xal. Yaxşı. Cərimə atışı neçə saniyə ərzində yerinə yetirilir? 5 saniyə ərzində. 5 saniyə ərzində. Böyük basketbolda diskvalifikasiya zamanı oyunçu neçə diskvalifikasiyalarsa oyundan kənarlaşar, oyunçu və neçə cərimə atışı atılar? Bir diskvalifikasiya oyundan kənarlaşır, 2 cərimə atışı. Nə zaman diskvalifikasiya üçün cərimə atışı verilmir? Hər iki komanda diskvalifikasiya olunarsa cərimə atışları verilmir. Oyunçunun faul limiti, komandanın faul limiti. Oyunçunun faul limiti 5, komandanın 4. Komanda 5-ci etsə nə olar, oyuncu 5-ci etsə nə olar? Oyuncu 5-in etdə oyundan kənarlaşdırılır. Komanda 5 edəndə 2 cərimə atışı. Bəs 300 basketbolda oyunçunun faul limiti? Yoxdur, faul limiti yoxdur oyuncuya. Aha, çox sağ olun Rübai müəllim, təşəkkürlər. Zəkə müəllim. Bəli, buyurun. Demək Zəkə müəllim, texniki faul, basketbolda texniki faul. Oyunçu neçə texniki faul edərsə oyundan kənarlaşar, neçə cərimə atışı atılar? Yəni oyuncu 2 texnik faul edərsə oyundan kənarlaşdırırlar və 2 cərimə atışı. Neçə cərimə atışı? 2. 2. 1 müəllim 1, bağışlayın. 1. Bəs yaxşı, 3-3 basketbolda oyunçu neçə texniki faul edərsə oyundan kənarlaşar və neçə cərimə atışı verilir? Müəllim 300 basketbolda bildiyim qədər texnik faul yoxdur. Oyuncu oyundan kənarlaşmaq yoxdur heç bir faulda. Qarışdırdıq. Texniki faul var. Günay müəllimə, buradadır. Bəli. 3-3 basketbolda texniki faula görə neçə cərimə atışı atılır və oyunçu neçə texnik faul edərsə oyundan kənarlaşar. Mən bir cərimə atışı verilir. Aha. 2 xal sayılır. Necə bir cərimə atışı verir? 2 xal necə sayılır? Direkt qarışdırırıq. Onu qarışdırdım, bağışlayın. Bəybəli müəllim. Texniki faula bir dənə cərimə atışı verilir müəllim. Hı. Müdafiə olunan komanda edirsə müəllim, bir sərbəst atış verir, bir 12 saniyə hücum vaxtı atılır. Hücum edən komanda edirsə müəllim, bir sərbəst atış və harda qalıbsa oradan davam edir. Aha, bu doğrudur. Bəs oyunçu neçə texniki faul etdikdə oyundan kənarlaşır? 3 basketbolda. Aha. 3 basketbolda mənim texniki faul edəndə oyundan kənarlaşmır, belə şey yoxdur. Aha, 3 basketbolda texniki faula görə oyunçu oyundan kənarlaşdırılmır. Zəkə müəllim, Günay müəllim. Bəli. Aha, çox sağ olun Bəybəli müəllim. Zəkə müəllim. Yaxşı. Böyük basketbolda oyunçu bir texniki faul etdi. İkincisi bir texniki faul etdi. İkincinin qeyri-idman faul etdi. Oyundan kənarlaşacaq yoxsa davam edəcək oyunçu oyunda? Oyundan kənarlaşacaq müəllim. Aha, qeyri-idman faula görə oyunçu neçə qeyri-idman faul edərsə oyundan kənarlaşar, neçə cərimə atışı atılır? 2 qeyri-idman faul etsə oyundan kənarlaşacaq və 2 cərimə atışı edir.
Yaxşı. Qeyri-idman faulunda top kimdə qalır cərimə atışından sonra? Müdafiə olunan komandada. Müdafiə olunan komandada. Günay müəllim. Müəllimim. Qeyri-idman Sual faulunda təkrar cərimə... edirəm. Bəli, Sual təkrar edirsiniz də zəhmət edirəm. olmasa. Qeyri-idman faulunda qeyri-idman faulunda cərimə atışından sonra top kimdə qalır? Müəllim, mərkəzdəki hakim xəttindəki oxa baxılır da. Xeyr, Elə siz deyil. xeyr. Bir dəqiqə Rəşad müəllim. Bəli müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyir Rəşad müəllim. Qeyri-idman faulunda cərimə atışından sonra top kimdə qalır? Hücum edən komandada. Xeyr. Lamiyə müəllimə. Bəli müəllim. Qeyri Hansı komandadaysa həmin komandada qalır. qarışdırırıq. Bəli müəllim, deyin elə siz. Birinci qeyri-idman faulu olarsa 2 dənə cərimə atışı verilir. İkinci qeyri-idman faulu olarsa 2 dənə cərimə atışı və topu kontrol haqqı verilir. Böyük basketbolda bəs birincidə? Mən 3 basketboldan danışdım. Bəs böyük basketbolda. Böyük basketbolda müəllim. Bir dəqiqə Nərgiz müəllim. Bəli müəllim səslisi deyir. Aha, deyin bir də. Bir cərimə atışı veriləndə müəllim böyük basketbolda bir dənə qeyri-idman faulu 2 dənə cərimə atışı verilir. Bəs oyunçu neçə qeyri-idman faul edərsə oyundan kənarlaşar? 2 dənə qeyri-idman faulu edərsə oyundan kənarlaşır. Bəs top kimdə qalır? Cərimə atışından sonra top Böyük basketbolda hücum edən komandada qalmırdı, böyükdə. Rəşad müəllim tam demirsiniz. Top Deyin müəllim. mənim yadıma düşdü. Deyin bəli. Qaydanın üstündə qarşı pozunçu oynadı müəllim, onda qalır da. Xeyr. Nərgiz müəllim deyin. Nə deyim? Müəllim, cərimə atışını yerinə yetirən komandada qalır. Bəli. Cərimə atışını yerinə yetirən komandada qalır. Bəybala müəllim. Sonra kimlər? Günay müəllim, Zəkər müəllim, Rəşad müəllim. Cərimə atan komanda, yəni hücum edən komandadır. Hücum edən komandadır, amma tam olaraq, ona görə dedim tam demirsiniz. Tam olaraq. Cərimə atışını hansı komanda edirsə o komandada qalır. Onun üçün dedim tam demirsiniz. Aydındır mənim, aydın. Aha, təşəkkürlər. Zəkər müəllim. Bəli. Bəs texniki faulda top kimdə qalır cərimə atışından sonra? Mənim müdafiə olunan komandada. Xeyr. Günay müəllimə. Bəli. Kimdə qalır? Mən özür istəyirəm, bir həyəcanlıyam. Narahat olmayın. Heyecanlanma ehtiyac yoxdur. Rahat olun. Dərs öyrənmisinizsə cavab verəcəksiniz. Mən öyrənmişəm, oxumuşam, amma həyəcanlanıram deyə yadımdan çıxır. Özür istəyirəm. Buyurun. Yaxşı. Rəşad müəllim. Rəşad müəllim. Müdafiə olan komandada müəllim. Xeyr, Rəşad müəllim. Xeyr. Müdafiə olan komandada. Xeyr. Deyin. Bəybala müəllim, deyin. Faul hansı komanda edirsə müəllim onda da qalır demək texniki faul. Xeyr, yanlış deyirsiniz. Bəybala müəllim. Bilirəm, bəs düz başa salamıram müəllim. Bilirəm ki, bilirsiniz. Çünki onu elə şəxsdə də qarışdırmışdınız. Onu şəxsdə başda demişdim ki, beləsinədir. Siz şəxsdə də demişdiniz ki, bilirdim onu. Yalnız prosto tam izah edə bilmirsiniz. Lamiyə müəllimə. Deyim müəllimə. 300 basketbolda top qeyri-idman faulda dedim. Böyük basketbolda texniki faul zamanı cərimə atışından sonra top kimdə qalır? Mənim yadıma düşdü. Yan xəttinə başlanır. Xeyr, Rəşad müəllim. Yan xəttdən başlanır. Yaxşı. Bəli, yan xəttdən başlanır. Kimdə qalır top? Kimdə olacaq? Elmira müəllimə. Niyə dönədi? Yəqin ki, müdafiə olan komandada var da. Xeyr, bu yoxdur. Elmira müəllimə deyin. Səhv etmirəmsə, cərimə atışı olduqdan sonra, cərimə atışından əvvəl top hansı komandada deyilsə, top onda qalır. Baxılır. Xeyr, Bəybala müəllim, Elmira müəllimə düz dedim. Baxın, texniki faulda. Yan xətdən başlanır da müəllimə. Yan xəttdən başlanır, amma topu kim başlayır? Hansı komanda başlayır? Cərimə atışı olduqdan sonra, top hansı komandada deyilsə, başlayır. Bəli. Texniki faulda top cərimə atışından əvvəl hansı komandada idisə, o komandada qalır. Məsəl üçün, mən hücum edən komandayam. Mən faul edirəm. Mənim səbəbim hücum edən komanda olsam da, mənim komanda yoldaşımın biri texniki faul edir. Yenə də ona baxmayaraq, gəlirlər cərimə atışı atırlar mənim səbəbimə, mənim komandamın səbəbinə. Cərimə atışından sonra top yenə də mənə verilir və hücum edən komanda üçün vaxt harda qalmışdısa oradan davam edir. Amma müdafiə olan komanda üçün
üzr istəyirəm, 14 saniyə vaxt açılır. Bunu qeyd eləyin özünüzdə. Aydındır Zəkə müəllim? Bəli, zəhmət olmasa onu bir də izah eləyərdiniz də. Bəli. Pərvanə müəllimə. Baxın, Bəli. məsəl üçün mən hücum edən komandayam. Məsəl üçün. Aha. Mənim komanda yoldaşım Bəybala müəllimdir. Mən hücum etdiyim zaman Bəybala müəllim texniki faul edir. Texniki faul nədir? Etik davranışından kənar hərəkət. Belə doğru dildə desək. Bəybala müəllim orada texniki faul edir və oyun dayandırılır. Gəlir bizim komandamızın səbətinə bir cərimə atışı atılır. O cərimə atışı atıldıqdan sonra top cərimə atışından əvvəl mən deyildi axı, yenidən mənə verilir top. Və hücum etdiyimə görə hücum edən komandada qaldığı vaxtdan davam edir. Amma müdafiə olan komanda edərsə bu prosesi, müdafiə edən komanda üçün 14 saniyə vaxt açılır. Bildim, çox sağ olun. Bu hissəni kim, hər kəs başa düşdü. Kim başa düşmədisə yenidən desin, izah edin. Gözəl. Zəkə müəllim, keçən səfər də yaxşı öyrənməmişsiniz basketbolu. 3x3 basketbolda Zəkə müəllim. Bəli. Bir dəqiqə. Oyunçu birinci qeyri-idman faal, komandanın 8 faal limitini doldurub, komandanın 8 faal limitini doldurub və oyunçu birinci qeyri-idman faalını etdi. Və top kimdə qalacaq? Cərimə atışından sonra top kimdə qalacaq? Mən birinci qeyri-idman faalını etsək, əlavə 3 qaldı, onun üstünə əlavə olunacaq. 10 qaldı. 2 cərimə atı və topa sahib olmaq keçsə rəqibə. Tamamilə doğrudur. Yaxşı. Komandanın faal limiti 6-dır. Komandanın faal limiti 6-dır. Və komanda birinci qeyri-idman faalını etdi. Cərimə atışından sonra top kimdə qalacaq? 2 cərimə atı və cərimə zərbəsini yerinə yetirən komandadır. Xeyr. Hücum edən komanda var. Hücum edən komanda. Hücum edən komanda hansını deyirik? Baxın, bir də deyirəm. Məsəl üçün, özümün yeni məsələdən çəkirəm. Mənim komandamın faal limiti 6-dır. Və mən birinci qeyri-idman faalı etdim. Və mənim səbətimə necə cərimə atışı atılacaq? Və cərimə atışından sonra top kimdə qalacaq? 2 cərimə atı, sizin səbətinizdə 2 cərimə atı atılacaq və top sizdə qalacaq. Çox gözəl. Top məndə qalacaq. Yaxşı, ikinci qeyri-idman faalında kimdə qalacaq? 2 cərimə atı və top məndə qalacaq. Top sizdə qalacaq. Tamamilə doğrudur. Yaxşı, hücuma verilən vaxt? 12 saniyə. 3 saniyə qaydası? 3 saniyə topsuz səbətin altında qalma müddəti. Topla səbətin altında qalma olmaz. Bəli. 3 saniyədən artıq qalma olmaz. Təşəkkürlər Zəkə müəllim, minnətdaram. Siz sağ olun müəllim. Günay müəllimə. Müəlliməm. Demək, 3x3 basketbolda səbətin hündürlüyü. 45 sm. Səbətin hündürlüyü, yerdən hündürlüyü. 1.80-1.5 metr. Səbətin yerdən hündürlüyü. Qarşıladım müəllim, özür dilərim. Səbətin hündürlüyü. Səbətin hündürlüyü. Yerdən hündürlüyü, səbətin yerdən hündürlüyü. 3.5. 3.5. Bəs lövhənin yerdən hündürlüyü? 45 sm. Yox, lövhənin yerdən hündürlüyü. Biri var səbət, lövhədən asılı səbət. Bir də var səbətin lövhənin yerdən hündürlüyü. Deymədim. Xeyr, bir dəqiqə. Lamiyə müəllim. Yox, elə Rəşad müəllim siz deyirsiniz. Yox, Rəşad müəllim. 2.90 müəllim. 2.90. Bəli. Günay müəllimə. Səbətin diametri. 45 sm. Torun uzunluğu. 45 sm. Lövhənin eni uzunluğu. Mənim 3 basketbolda. Bəli. 45 sm də mən. Yox, lövhənin uzunluğu eni. 11, 15. O meydançanın ölçüsüdür. Lövhə. Mən onu unutdum, bağışlayın. Deymədim. Rəşad müəllim deyin eləsiz. 1.80-dən 1.5-ə. Baxın. Bəli. Basketbolla 3x3 basketbol bu saydıqlarımızın hamısı eynidir. Səbətin yerdən hündürlüyü, lövhənin yerdən hündürlüyü, səbətin diametri, torun yerdən üzr istəyirəm, torun uzunluğu, lövhənin eni uzunluğu. Doğrudur Rəşad müəllim. Yarımda qalmışdıq. Elə Günay müəllimə zəhmət olmasa səs açaq. Bəli, Günay müəllim, sizə baza 0 olub? Bəli, müəllim. Sizi digər qrupa əlavə etmişəm. Bəli, əlavə etmisiniz, müəllim. Qoşula bilmirəm. O vaxt imkanım, o vaxt olmur qoşulmaq. Ona görə müəllim bu qrupa qoşuluram. Aydın. Yazmışdım da sizə də. Aydın. O qədər üzr istəyirəm, o qədər mesaj çox gəlir ki, yəni yadına çıxır. Yazmışdım.
Aha, olar. Dediniz ki o vaxt dərsim olur, ona görə sala bilmirəm. Dedim 8-ə Hə, salacağam. bildim. Yadıma düşdü. Düz deyirsiniz. Yadıma düşdü. Yəni hamısını yadımda saxlaya bilmirəm. Yəni üzrlü sayın. Keçək Günay müəllimə. Bəs böyük basketbolda hücuma verilən vaxt 24 saniyə. 24 saniyə. 24 saniyə. 14 saniyə qaydası. 14 saniyə qaydası o cürdür ki, 14 saniyəyə qədər topu başqa oyunçuya ötürülməlisən də. Xeyr, qarışdırırıq Günay müəllimə. Müəllim, deyim. Deyin Rəşad müəllim. Lövhəyə deyib qaydandan sonra 14 saniyə asılır. Lövhəyə Lövhə deyim, yəni səbətə dayanan top düşən yeri yoxdur da. səbətə dəyib qaydan üzr istəyirəm. Kim tutarsa 14 saniyə qaydası açılır. Oyunçu tutarsa da. Oyunçu tutar da, yəni şey həmin. Bildim də başqa onsa orada oyunçu tutacaq da. Yəni hansı komanda tutarsa məsəl üçün mən atdım topu. Mənim komandam hücum edən. Hücum edən komanda tutarsa. Yaxşı. Günay müəllimə. Bəs lövhəyə dəyib qaytarsa nə baş verər? Necə oyun davam edər? Mən cərimə atışı verilir də. Yan xəttdən. Xeyr. Cərimə atışı verilmir. Deyin Rəşad müəllim. Sual nədir müəllim? Zəng gəldi eşitmədim. Top lövhəyə dəyib qaytarsa necə davam edəcək? Davam edir, onu da olduğu kimi. Yəni vaxt olduğu vaxtdan davam edir. Bəli. Aha, Günay müəllimə. Yaxşı, topu atdım, top dəydi lövhəyə, rəqib götürdü. Rəqib üçün neçə saniyə vaxt açılacaq? 5. Neçə? 5 saniyə. Niyə 5 saniyə? 5 saniyə. Yox. Rəşad müəllim. Lamiyə müəllimə. Bəli müəllim. Lövhəyə dəyib qayıtdıqdan sonra topu rəqib götürər. Səbətə dəyməsi təsir edir. Əgər neçə saniyədə idisə, həmin saniyəni də davam edir. Rəqib götürərsə topu. 7-ci saniyədə də davam edir. Bir dənə qulaq asın, dinləyin. Topu rəqib götürərsə. Hə, saniyə neçə saniyədə davam edir? Lövhəyə dəydi, topu rəqib götürdü. Rəqib üçün neçə saniyə vaxt açılacaq? Lövhəyə dəyməsi təsir etmir axı saniyə. Səbətə dəyməsi təsir edir. Yanlış deyirsiniz. Diqqətlə qulaq asmadınız deyə qarışdırdınız. Anar müəllim. 24 saniyə. Mənim 24 saniyə. 24 saniyə. Gülər müəllimə, yerdən danışmaya xahiş. Digər müəllimə, yerdən danışmaya Anar müəllim düz dediniz. Gülər müəllim, siz də düz dediniz. Kimdən soruşdum? Lamiyə müəllimə. Bu topu mən atdım. Mənim komanda yoldaşım və yaxud da mən götürərəmsə, lövhəyə dəyərsə vaxta təsir etmir. Amma ki, bunu rəqib götürürsə, avtomatik rəqib üçün 24 saniyə vaxt açılacaq da. Aydındır. Rəqib hücum etməsi üçün demişik ya, hücuma verilən vaxt 24 saniyədir. Rəqib götürübsə 24 saniyə vaxt açılacaq. Aha. Çox sağ olun Gülər müəllim. Buyurun Rəşad müəllim. Yəni onu demək istəyirdim ki, yəni 24 saniyə geri sayılır da, düzdür? Aha, 24 saniyə 23, 22, 21 bu şəkildə davam edir. Tam doğrudur. Rəşad müəllim. Buyurun Rübali müəllim. Mən istədim bu suallara bir də aydınlıq gətirəm, özüm cavab vermək istədim. Keçən səfərdə mən bu sualda biraz qarıxdım. İstədim ki, bu suala mən biraz ətraflı cavab verim, olarmı? Buyurun müəllim. Qaydalarla, saniyə qaydalarına. Aha. Deməli, mən topu atıramsa lövhəyə dəyirsə də, mən və ya mənim komanda yoldaşım topu götürürsə də, oyun davam edir. Vaxt nə qədər? Bəs vaxt nə qədər? Qaldığı yerdən davam edir. Lövhəyə dəyirsə də. Əgər səbətə dəyirsə də, mənim komandam üçün, mən və ya götürürəmsə də, mənim komandam üçün 14 saniyə yan xəttdən açılır. Bəli, indi belə saniyələr olsa mənə sual verin, görün mən hərdən qarxıram. 24 saniyə qaydası Rübali müəllim. Hücuma verilən vaxt. 8 saniyə qaydası. Öz meydançasından rəqib meydançasına keçmək. Rəqib meydanından keçdin rəqib meydanına. Fərq eləmir. 8 saniyədən tez olsun. Məsəl üçün 3 saniyədə rəqib meydanından keçdin. Yenidən öz meydanına pas ötürə bilərsən? Yox, arxa zonaya keçmək olmaz. Yaxşı. 8 saniyədən geç 9-cu saniyə oldu, hələ öz meydanındasan. Oyun necə davam edəcək? Top rəqibə verilir. 5 saniyə qaydası. 5 saniyə cərimə atışıdır, yan xətti, bir də baskı altında. Bəs 3 saniyə qaydası. Topla səbətin altında rəqibin olmaz. Rəqibin səbətin altında topla 3 saniyədən artıq dayanmaq olmaz. Dayanmaq olmaz. Təşəkkürlər Rübali müəllim. Rəşad müəllim. Rübali müəllim, ələ götürək zəhmət olmazsa. Rəşad müəllim. Bəli müəllim. 3-3 basketbolda diskvalifikasiya. Neçə cərimə atışı verilir və oyundan neçə diskvalifikasiya olunarsa oyundan kənarlaşırlar? Deməli, belə deyək də 2.
Nə 2 cərimə atışı yoxsa 2 edərsə diskvalifikasiya oyundan kənarlaşar? Yox, 2 cərimə atışı. 2 cərimə. Bəs oyunçu neçə diskvalifikasiya edərsə oyundan kənarlaşar? 1. 1. Yaxşı. Oyunçusu neçə texniki faul edərsə oyundan kənarlaşar? 3 üstə gedir söhbət. Aha, 3 üstə. 2. Xeyr. Lamiyə müəllimə. Bəli, müəllim, bir texniki faul eləyərsə oyundan kənarlaşdırılır. Xeyr. Texniki faulda bir cərimə atışı da verilir. Bir cərimə atışı verilir. Mən də düzü istəyirəm. Texniki faulda oyunçu oyundan kənarlaşmır axı. Cərimə atışı verilir, bir cərimə atışı verilir. Bir dəqiqə. Bir cərimə atışı verilir. Nərgiz müəllim, düz deyirsiniz. Texniki faula görə oyunçu oyundan kənarlaşmır. Bəli, onsuz elədir. Yəni kimdir ki, kənarlaşır? Sadəcə hələ müəllimlər düzgün cavabı sonda özüm deyirəm. Müəllimlər səhv deyərsə əgər. Yaxşı. Baxın, texniki faulda, üç basketbolda, texniki faulda bir cərimə atışı verilir. Oyunçu nə qədər texniki faul edirsin, oyundan kənarlaşmır. Amma böyük basketbolda oyunçu 2 texniki faul edərsə, oyundan kənarlaşar, bir cərimə atışı verilir. Rəşad müəllim. Evet. 3 basketbolda oyunçu neçə qeyri-idman faul edərsə, oyundan kənarlaşar? Qeyri-idman faul edərsə 1 dənə. Bir qeyri-idman faulunda oyunçu oyundan kənarlaşır. 2 idi, 2. Qeyri-idman fauluna görə komandanın faul limitinin üzərinə neçə gəlinir? Neçə faul gəlir? Onu bilmədim, yalan deyirəm mən. Lamiyə müəllimə. 2 faul yazılır. Aha, 2 faul yazılır. Aha, 2 faul yazılır. Bir də nə dediniz əlavə? Top yenə də məndə qalır. Aha, top. Bəs nə zaman rəqibə keçir? Top. Nə zaman rəqibə keçir? İkisini edərsə? Yəni ikincini edərsə. Aha. İkincini edər və bir də əlavə olaraq komandanın 8-ci faul limitindədirsə və yaxud da 9-cu faul limitindədirsə, avtomatik olaraq birinci qeyri-idman faulunda da top rəqibə keçir. Rəşad müəllim, təşəkkürlər. Elə Lamiyə müəllim, siz səsi bağlamayın, istədə bilərsiniz suallardan. Sağ ol, çox sağ olun. Aha, buyurun. Ləman müəllim, yox, Lamiyə müəllimə. Üzr istəyirəm. Bəli. 3 basketbol neçə dəqiqədən oynanılır, neçə hissədən oynanılır və yaxud da neçə xaldan ibarətdir? Bir hissədir, 10 dəqiqə oynanılır. 10 dəqiqədən tez əgər 21 xala çatan qalib hesab olunur. Əgər 10 dəqiqə ərzində qalib müəyyən olmazsa, əlavə 2 dəqiqə, 1 dəqiqədən sonra əlavə 2 xal qazanan qalib hesab olunur. Yaxşı. 300 basketbolda birinci hissə, yəni oyun ərzində, yəni overtime-sız maksimum neçə xal toplamaq olar? Birinci hissədə maksimum 22 xal. Bəs overtime-la bir yerdə maksimum neçə xal toplamaq olar? 23. 23 xal. Yaxşı, Lamiyə müəllimə. Böyük basketbol neçə dəqiqədən ibarətdir? Böyük basketbol 40 dəqiqədən ibarətdir. Oyun 2 hissədən, 4 perioddan ibarətdir. Birinci ilə ikinci period arasında 2 dəqiqə, üçüncü, dördüncü period arasında 2 dəqiqə, 2 ilə üçüncü period arasında 15 dəqiqə fasilə olur. Hissələr arası fasilə 15 dəqiqə, periodlar arası fasilə 2 dəqiqə. Yəni birinci, ikinci, üçüncü, dördüncü period arasında. Sonra Yaxşı, Lamiyə müəllimə. 300 basketbolda əsas hissədə götürmədiyimiz time-out əlavə hissəyə keçirmi? 300 basketbolda əlavə hissəyə keçir, əsas basketbolda keçmir. Oyun ərzində time-outumuzun vaxtı nə qədərdir ümumiyyətlə 300-də? 300 basketbolda bir time-out götürmək olar, 30 saniyədir o da. Texniki time-outumuzun vaxtı nə qədərdir? 300 basketbolda texniki time-out yoxdur. Bəs TV fasiləsi? 3:59, bir də 5:59. Yox. Olduqda. 3:59, bir də O birisi neçə idi? 5:59 idi, 6:59 idi. O qarışdı. 6:59-da. Aha. Yaxşı. 300 basketbolun Azərbaycanda ən uğurlu cəhdi. Ən uğurlu cəhdimiz 4-cü İslam həmrəylik oyunlarında olub. Kişilər gümüş medala, qadınlar qızıl medala layiq görülüb. Neçənci dediniz? Bir dəqiqə diqqətim yayındı. Üzr istəyirəm. Ən uğurlu nəticəmiz 4-cü İslam həmrəylik oyunlarında olmayıb. 4-cü İslam həmrəylik oyunlarında olub. Sonra ardınca nə dediniz? Orada səhvlik elədiniz ardınca deyəndə. Ardınca dedim ki, kişilər gümüş medal, desən qızıl dedim, qarışdırdım. Qadınlar isə qızıl medala layiq görülüb. Kişilər gümüş dediniz, qadınlar qızıl dediniz. Amma hər ikisi qızıl medalına layiq görülüb. Buna görə də ən uğurlu cəhdimiz 4-cü İslam həmrəylik oyunlarıdır. 5-ci İslam həmrəylik oyunlarında kişilər gümüşdür, qadınlar isə qızıldır. Qızıldır, hə. Bəs Lamiyə müəllim, topun çəkisi çevrəsi? Topun çəkisi
İndi dəyişdirilib, amma əvvəl eyni basketbol çəkisi ilə oynanırdı. İndi deyim. 580, İndi aha 650. 580 650. İndi elə deyildi. Yox. Anar müəllim. 600, 620 müəllim. 620. 620. Aha. Lamiyə müəllim, bəs topun çevrəsi 724, 737. xeyr. Anar müəllim. 72 74 720 700. Aha. Yaxşı. Lamiyə müəllimə. Bəli. Komanda ehtiyatsız gələ bilər meydana. Bəli, 300 basketbolda ehtiyatsız gələ bilər. Oyunçu dəyişikliyi. Oyunçu dəyişikliyi məhdudiyyət yoxdur. Hakimə deyilir, deyilmir. Deyilir. Xeyr, deyilmir. Deyilir deyəndə olmasa deyilmir olacaq. Deyilmir. Yadınızda saxlayın. 300 basketbolda hakimə deyilmir. Amma basketbolda deyilir. Basketbolda deyilir. 300 basketbolda timeout məşqçisi götürür. Doğru fikirdir yoxsa yanlış? Oyunçu götürür. Bəs məşqçisi götürə bilər? Bilər. Yox, yanlış. Ola deməli mən. Xeyr, bir dəqiqə Rəşad müəllim, üzr istəyirəm. Anar müəllim. Oldu mənim. Müəllim ümumiyyətlə o məşqçiləri ora yaxın qoymurlar, onlar kənarda olurlar da. Aha, oyun sahəsinə məşqçiləri yaxın buraxmadıqları üçün, yəni məşqçi götürə bilməz. Doğru. Lamiyə müəllim. Yaxşı, böyük basketbolda Bir dəqiqə. Rəşad müəllim. Söhbət 300 basketbola getmir. Bəli, bəli. 300 basketbolda məşqçi olmur axı. Adam Anar müəllim də onu dedi. Yəni məşqçiyə oyun sahəsinə icazə verilmədiyi üçün məşqçisiz, yəni məşqçi timeout götürə bilməz. Hə, aydın oldu. Sizcə var ona görə aydınlıq gətirin. Yox, narahat olmayın. Böyük basketbolda Böyük basketbolda məşqçi götürə bilər. Lamiyə müəllimə. Yaxşı. Böyük basketbolda komanda heyəti. Böyük basketbolda komanda heyəti 12 nəfərdən ibarətdir. Meydan oyunçuları 5, ehtiyat oyunçu 7 nəfərdən ibarətdir. Oyun başlanmışdan əvvəl mütləq şəkildə 5 nəfər oyunçu ilə gəlməlidir. 15 dəqiqə ərzində əgər gəlməzsə komandaya texniki məğlubiyyət veriləcək. Oyun ərzində isə 2-dən az oyunçu qalarsa texniki məğlubiyyət veriləcək. Mütləq şəkildə 5 nəfərdən meydana çıxmalıdır. Texniki məğlubiyyətə verilən xallar. Əgər hesabda öndə olarsa, hesab olduğu kimi yazılır. Əgər geridədirsə 20-0 olaraq qeyd olunur. 0. Rəqibə 0 verilir. Hansını da dediniz. Ümumiyyətlə qalibə və məğluba verilən xallar deyin. Qalibə 2, məğluba 1, texniki məğlubiyyətə 0. Nə zaman texniki məğlubiyyətdə qalibə 2, məğluba 1 verilir? Yadımdan çıxdı. Anar müəllim. Bəli müəllim. Nə zaman texniki məğlubiyyətdə qalibə 2, məğluba 1 verilir? Deməli, ümumiyyətlə oyuna gəlmirsə 0 verilir. Sonra oyun deməli komanda tərkibi az qalırsa, orada da yenə 0 verilir. Orada 2-1 verilmə, uduzana 2-1 verilir. Oynayır amma uduzur da. Qarışdırdıq. Onu düz dediniz. Oynayır, uduzur 2-1. Onu düz dediniz. O birini qarışdırdıq. Hesabda irəli olarsa 1 verilir. Bir dəqiqə. Elmira müəllimə deyin siz. İndi Anar müəllim bir də istisarı qarışdırmışsınız. 5-dən az oyuncu ilə gələrsə 2-0 və ya da 20-0 verilir. Amma oyun ərzində 2-dən az oyuncu qalarsa məğluba 1 xal və qalibə 2 xal, məğluba 1 xal verilir. Aha. Bəs başqa nə zaman 2-0 verilir? Texniki məğlubiyyət zamanı 5-dən az oyuncu ilə gələrsə. Bildim. Ondan başqa nə zaman? Ondan başqa nə zaman bilmirəm, yalandan. Bəybala müəllimə. Üzr istəyirəm, Bəybala müəllim. Komandada lipa tapılarsa mənim. Komandada lipa tapılarsa. Aha, doğrudur. Anar müəllim bildiniz, harada yanlış dediniz? Bəli, mən dili tapmışdım, o lipa dayanmadım, yadımdan çıxdı. Yox, bir də Lamiyə müəllim üzr istəyirəm, bir dəqiqə sizə dönəcəm. Anar müəllim, siz bir də harada səhv dediniz? Oyunçu azlığı ilə oynayıb oyunçu azlığı ilə texniki məğlubiyyət alarsa, siz orada 2-0 dediniz. Amma oynayıb oyunçu azlığı ilə oyuna başlayır. 5 nəfərdən oyuna başlayır. Oynayır və oyunçu azlığı ilə oyun texniki məğlubiyyət alır. Burada 2-0 yox. Mənim o əziyyət çəkib də orada. Əziyyət çəkdiyinə görə 1 xal verilir onda. Elmira müəllim, əl qaldırmısınız? Bəli, mənim o axırıncı dediyinizi onu başa düşmədim. Lipanı? Bəli. Lipa nədir? Məsəl üçün, fərz edin ki, məktəbdə basketbol idman oyunu keçirir. Basketbol idman oyunundan yarış keçirirsiniz. 5-ci siniflər arasında, 5A-la 5B-nin arasında. 5A sinifi, yəni sizdən xəbərsiz, ümumiyyətlə də sizin xəbəriniz olmaz, amma sizdən xəbərsiz edəcək, yəni hakim də sizsiniz. Gətirir 5-ci sinif öz sinif yoldaşının əvəzinə 8-ci sinifdən bir uşaq gətirir, oynayır.
Və bu istər həmin o komanda qalib olsun, istər məğlub olsun. Bunda lipa tapılıbsa, yəni o 5-ci sinifdən oynayıb. Yəni 8-ci sinif ora gətirməli deyil. Burada lipa tapılıbsa, o 8-ci sinif bilinibsə, oyunun istəyir ortası, istəyir sonunda qalib olub, yenə də bəlli olunubsa, bu zaman həmin komandaya texniki məğlubiyyət veriləcək, 0 veriləcək. Tam doğru müəllim, tam doğru. Təşəkkürlər, təşəkkürlər. Lamiyə müəllim, Elmira müəllim, başa düşdünüz? Bəli, başa düşdüm, çox sağ olun. Siz sağ olun. Lamiyə müəllim, buyurun, nəsə demək istəyirsiniz səhərdən? Yox, mən heç nə demirəm. Bu dedi geri dönəcəm, ona görə səs açıq qaldı. Aha, Lamiyə müəllim, başqa bir dəqiqə zəhmət olmazsa, ikinci hissədə 3 taymatımızın 3-ü də durursa, oyunun bitməsinə 2 dəqiqə qalarsa. Qalmış, onun ikisi durur, biri silinir. İkisi qalır, biri silinir. Ümumi oyun ərzində maksimum neçə dəqiqə taymat götürmək olar? Oyun ərzində hər iki komanda 10 dəqiqə götürə bilər. Bəs məcburdur ki, texniki taymat götürəsən? Götürməyə də bilərəm, məcburi deyil. Aha, yaxşı. Basketbolun Azərbaycanda inkişafı nə zaman? 1920-ci ildə inkişaf edib. 1920-ci il. Çox sağ olun, Lamiyə müəllim, təşəkkürlər. Demək, Anar müəllim. Aha, Anar müəllim, deməli, bir dəqiqə üzr istəyirəm. Basketbolda topu, məsəl üçün, ötürürəm sizə, komanda yoldaşı, ötürürəm sizə, biraz bərk atıram topu, top çölə çıxır, yan xəttdən çıxdı çölə. Havada olaraq topu siz meydanda olaraq qaytara bilərsiniz? Deməli müəllim, komanda yoldaşı oynayırıq, topu atırıq, havada olaraq qaytara bilirəm, amma xətti keçməmək şərtində. Əgər top xətti keçirsə, o olmaz. Aha, tamamilə doğru. Bəs oyunçu dəyişikliyi basketbolda? Məhdudiyyət yoxdur. Məhdudiyyət yoxdur. Oyunçusu məsəl üçün zədələnib və yaxud da diskvalifikasiya ilə oyundan kənarlaşıb. Bu zaman onun əvəzindən oyunçu meydana neçə saniyə ərzində gəlməlidir? Oyunçu meydana, deməli, 30 saniyədə nə qədər etsə bilmirəm. 30 saniyə. 30 saniyə ərzində gəlməzsə nə baş verir? 30 saniyə gəlməzsə, deyəsən məşqçiyə xəbərdarlıq verilir deyəsən, nəsə belə bir şey. Texniki faul verilir. Aha. Yaxşı. Anar müəllim. Deməli 6.75-in daxilində basket faul olarsa. Basket faul olarsa, daxilindədir də. Hansı böyük basketboldan gedir də söhbət yəni. Böyük basketbolda. Deməli 6.70 daxilində deməli bir xal sayılır. Deməli basket faul olarsa, daxildədirsə bir sayılır plus bir dərmat çatılır. Qarışdırdıq. 2 dərmat çatılır. Qarışdırdıq yəni. Düşürsə birdir, düşür. Demədim, düzdür. 2 xal sayılır, bir dərmat çatılır. 2 xal sayılır, bir dərmat çatılır. Düşsə 2 xal sayılır. Daxilində. Aha, daxilində 2 xal, bir dərmat çatılır. Hə, 2 dərə yerdən səhv saldım. Yerdən səhv dəyişdiniz. Yaxşı, Anar müəllim. Bir dəqiqə. Top əldə neçə addım? 2 addım. Top əldə 2 addım. Hücuma verilən vaxt? 24 saniyə. 3 basketbolda hücuma verilən vaxt? 12 saniyə. Komandanın faul limiti 3-də? Komandanın faul limiti. Bilirdim, yetişdirmək. Komandanın faul limiti. Komandanın faul. Faul. Fikrimdən çıxdım müəllim. Nəsə çarıq demək bilirdim, onu yadımdan çıxdı. Gülər müəllim burada. Komandanın faul limiti. Gülər müəllim. Komandanın faul limiti 4 dəfə. Yanlış deyirəm. 6 dəfə. 6. 6. Yaxşı. Bir dəqiqə. Komandanın faul. 6-nı doldurdu. 7, 8, 9. Necə olacaq? Orada 2 dənə dərmat çatılır. 10, 11 və daha çox olsa. Ondan üzü yuxarı. Aha, deyil. Donmuşdu ekrana görə. Deməli, orada 2 dəfə, 9-dan o tərəfə 10-da 2 dəfə atılır, plus top haqqı keçir. Topa sahib olur. Deməli, sahib olan tərəfə. 3 basketbolda overtime oynanılır. Və belə bir sual düşüb qarşınıza. Mütləqdir ki, 2 xalı ardıcıl qazansın. Mütləqdir. 2 xalı ardı. Overtime 2 xalı xeyr. Hansında müəllim? 3 basketbolda.
Hə, 300 basketbolda 2 xalı deməli, bax belə deyək də. Məsələn tutaq ki, 15-15-yik. Məsələn ikimiz oynayırıq da, sizinlə mən oynayıram. 15-15-yik. Mən birini atdım, siz də birini atsınız. Oldu 16-16. Plus təzədən mən birini atıramsa qalib mən oluram. 2 xal elə ki mən tərəf olmalıdır belə. Ha, yəni mütləq deyil ardıcıl 2 xal qazanasan. Yox, ardıcıl yox, amma 2 xal yəni fərq yaratmalıyam. Yaxşı, 2 xal fərq, mən mütləq də 2 xal Yox, fərq mən yaratsın. bax. Düz dediniz. Baxın, başa düşdüm, düz dediniz. Amma axırda qarışdırdınız. 2 xal fərqi yox. Yox, ardıcıl yox da. Yəni ki, elə bil ki, bir xal. Yəni belə də izah etdiyim kimi də müəllim. Elə bil ki, ikimiz də oynadıq, dedim də sizə. Yəni ilk 2 xalı qazanan komanda. Bəli. İlk 2 xalı qazanan komanda. Yəni ola mütləq deyil ki, ardıcıl 2 xal qazanan Yox, ardıcıl komanda yox. və yaxud da aralarında 2 xal fərqi olsun. Bunlar deyil, mütləq deyil. Sadəcə ilk 2 xalı qazanan komanda qalib hesab olunur. Bəli. Aha. Bəli. Yaxşı. Overtime-da aralarında 3 xal fərq ola bilər. Yəni baxın 15-15 ilə getmişik, aralarında 3 xal fərq ola bilər. O 3 xal, deməli overtime-da 2 xal. Deməli bax belədir də müəllim orada. 2-3 xal belə fərq ola bilər ki, məsələn tutaq ki, içəridən mən birini atıram, 6.75-in içindən birini atıram, birini də xəttdən çöldə atanda 3 xal fərq olur da. Aha, tamamilə doğrudur. Yaxşı. Basketbolda hücum fauluna neçə zərbə atışı verilir və neçə oyunçu hücum faulı edərsə oyundan kənarlaşır. Hücum fauluna atış verilmir axı. Bəs oyunçu neçə hücum faulı edərsə oyundan kənarlaşır? Hücum fauluna oyunçusu üçün basketboldan söhbət gedir də. Bəli. Böyük basketboldan. Bəli. Hücum fauluna atışımı 2 səhv eləmirəmsə orada. Yanlış deyirsiniz. Kənarlaşmırlar. Bəli, oyunçu ya oyundan kənarlaşmır, ya da komandaya zərbə atışı verilir. Yaxşı, Anar müəllim. Verilmir, hə, ondan. Doğrudur. Anar müəllim. Meydandan kənar texniki məsafə nə qədər olmalıdır? 2 metr. 2 metr. Yaxşı. Hakim heyəti? Hakim heyəti deməli 7-5. Birində 7-dir, birində 5-dir. İndi hansındadır? 7-5. Siz basketbola da aiddir. 7 böyükdədir. 5 300 basketbolda 5-dir, o birisində 7-dir. Aha, Lamiyə müəllim, bəli, hər ikisində. 2 metr texniki zona. Yaxşı. Anar müəllim. Çox sağ olun, minnətdaram. Keçək biz Gülər müəllimə yoxdur, Pərvanə müəllimə icazə aldı, Çingiz müəllim yoxdur, səhv eləmirəmsə. Buyurun Anar müəllim. Xeyr müəllim, əlim dəydi, açıq qalmış, söndürdüm, təzədən vurdum barmağıma. Tamam. İlham müəllim burada. Yoxdur. Nərgiz müəllimə burdadır, səhv eləmirəmsə, bəli, Nərgiz müəllim. Bəli, mən buradayam, buyurun. Topun çəkisi çevrəsi. Müəllim, topun çəkisi deməli böyük basketbol. Futbolda 567, 650, 560, 510, 567, 567, 650 qram. Qadınlarda nə qədərdir? Bir dənə zəhmət olmasa. 510, 567 qram müəllim. Bəs kişilərdə? Kişilərdə elə bir ki 567, 650 qram. Bəs çevrəsi? Çevrəsi kişilərdə 749, 780, qadınlarda 724, 737. Aha, gözəl. Basketbol nə zaman yaranıb? Mənim basketbol 1891-ci ildə Amerikada yaranıb. Kim tərəfindən? James Names tərəfindən. Federasiyada nə vaxt yaranıb? 1932-ci ildə. 1932-ci ildə. Olimpiya oyunlarına nə zaman daxil edilib? 35-ci ildə. Nə zaman iştirak edib? 36-cı ildə. 675-in xaricində basketbol? 675-in xaricində basketbol olarsa, xaricdə olunursa 3 xal, bir cərimə atışı. Yandan başlanan zaman özün topu silib başlaya bilərsən? Xeyr, ikinci toxunuş olmalıdır. Yaxşı. Birbaşa səbət ata bilərsən? Xeyr. Yaxşı. Oyuncu diskvalifikasiya alan oyuncu yenidən oyuna qayıda bilər? Xeyr, müəllim, qayıda bilməz. Yaxşı. Bir dəqiqə. Topla səbətin altında neçə saniyə? Topla səbətin altında 3 saniyədən artıq dayanmaq olmaz. Aha. 3x basketbolun digər adı? Strikbol. Strikbol. Yaxşı. 3x basketbolda oyuncu meydana çıxması üçün neçə dəqiqə gözlənir?
Müəllim, oyunçu meydana çıxırmırsa 5 dəqiqə gözlənilir. Çıxmasa texniki məğlubiyyət verilir. Aha, yaxşı. 300 basketbolda diskvalifikasiyada top kimdə qalır cərimə atışından sonra? Müəllim, 300 basketbolda top elə ki, cərimə atışına atan komandada qalır. Yəni hücum edən komandada. Yaxşı. Böyük basketbolda 6.75-in xaricində üzr istəyirəm. 6.75-in xaricində topu atdığım an mənə qarşı qayda pozuntusu olur. Top səbətdən keçmədi. Bu zaman neçə cərimə atışı verilir, neçə xal yazılır? Keçmədirsə 3 xal 1 cərimə atışı xaricdir də. Keçmədisə. Hə. Yanlış deyirsiniz. Mən qarışdırıram onu. Keçirsə, tutaq ki, keçirsə, basketbol olsa 3 xal sayılı 1 cərimə atışı verilir. Keçmirsə 3 cərimə atışı verilir. 3 cərimə atışı. Keçmirsə 3 cərimə atışı. Yaxşı. Gəldim cərimə atışını atıram. Birinci cərimə atışını atdım. Top səbətdən keçdi. Necə olacaq? Birinci cərimə atışını atdım. Birinci cərimə atışını atdım. Top səbətdən keçdi. Oyun necə davam edəcək? Top səbətdən keçsə müəllim, yəni oyun davam eləyir. 2 xal sayılır. Səbətdən cərimə atışına 2 xal verilir. Cərimə atışına 1 xal verilir. Oyun zamanı 2 xaldır da. Cərimə atışı yəni 1 xal verilir cərimə atışına. Aha, baxın, dedik ki, basketbol top atdım, top səbətdən keçmədi, mənə qarşı qayda pozuntusu olundu. Əvvəlki sual. Bunun 3 cərimə atışı verilir dedim. Birinci cərimə atışında oyunçu topu atdı, səbətdən keçdi. Oyun necə davam edəcək? Mənim 2 cərimə atışı atır da. Yəni? Mənim ikincisini atır da, yenidən atır. Gətirir topu verirlər ki, ikincisini atsın. Üzr istəyirəm, heç kim müdaxilə etməsin. Yaxşı, ikincisini də atdı. Top səbətdən keçmədi. Səbətdən dəydi, qayıtdı. Oyun necə davam edəcək? İkincini atdı, top səbətdən keçmədi. Top səbətdən keçmədisə, mənim yenidən atır da. Yenidən atır. Yaxşı, üçüncünü atdı. Top səbətə dəydi, qayıtdı. Necə olacaq? Top səbətə dəydi, qayıtsa, müəllim, üçüncünü atdı, top səbətdən qayıtsa, oyun davam eləyir. Necə davam edəcək? Mən götürdümsə, cərimə atışı atan komanda götürdüsə necə olacaq? Rəqib komanda götürdüsə. Mən topu atıramsa, keçmir də, səbətə qayıdırsa, mən elə bir tuturamsa, ya da mənim komanda yoldaşım 14 saniyə açılır. Rəqib tutursa 24 saniyə açılır. Təşəkkürlər, tamamilə doğrudur. Təşəkkürlər Nərgiz müəllim. Könül müəllimə burada. Çox sağ olun. Buyurun. Mən düşmədim onu. Cərimə atışında 14 saniyə açılır. Top səbətə dəyib qayıdanda. Üçüncü cərimə atışında bəli. O Bəybələ müəllim, keçən dəfə bir sualda mübahisə yarandı. Orada diqqətimdən qaçmışdı, fikrimdən çıxmışdı. Oyun oynanıla bildim, onu bildim. İndi cərimə atışı atılır müəllim. Səbətə dəyib qayıtsa 14 saniyə açılır. Mən komanda yoldaşım, mən tuturamsa 14 saniyə açılır. Hücum 14 saniyə açılır. Baxın, necədir? O qeyri-idman faulıdır, diskvalifikasiyadır. Bu cərimə atışları var ha ki, topu atdıqdan sonra cərimə atışını atan komandada qalan toplar var. Məsəl üçün mən qeyri-idman faulunda necədir? Cərimə atışını atan komandada qalır. Gedir avtomatik cərimə atışını atan komanda yandan başlayır oyuna, hakimi göstərdirir yerdən. Amma ki, top cərimə atışı atan komandada qalmır. Və yaxud da texnik faulda olduğu kimi, məsəl üçün texnik faulda necədir? Demişik, top son olaraq xas komandada idisə, ona verilir. Onları çıxmaq şərti ilə, məsəl üçün, mən atdım, mənə topu atdım, basket faul oldu. 3 xallıq sistemdə, məsəl üçün, 6.75-in xaricində. Topu atdığım an, mənə qayda pozuntusu oldu, top səbətdən keçdi. 3 xal qeydə alınacaq, 1 cərimə atışı atılacaq. Və o 1 cərimə atışında topu atdım, səbətə dəydi, qayıtsa, mən və yaxud da mənim komanda yoldaşım götürdüsə, 14 saniyədən davam edəcək. Lövhəyə dəyərsə, keçən dəfə deyirdik ya, lövhəyə dəyərsə, dəqiq bir yandan başlayacaq. Bildim mənim, çox sağ olun. Buyurun, xoşdur. Könül müəllimə yoxdur burada. Ümumiyyətlə, burada müəllimlərimiz sonradan qatılanlardan var. Adını çəkmədiyim, sual cavab etmədiyim. Hər kəsi sual cavab etmişəm. Bəybələ müəllim, bir ümumi sən bir neçə sual cavab edək sizlə. Bir neçə müəllimlə ümumi sual cavab edək, görək necədir nəticə ümumi. Bəybələ müəllim, açın zəhmət olmasa səsi. Buyurun, Nərgiz müəllimə. Mən üzr istəyirəm. Bu videonu atacaqsınız da yəqin ki, qrupa qulaq asmaq üçün. Bəli. Çox sağ olun. Buyurun, xoşdur. Bəybələ müəllimə.
Üzr istəyirəm. Bəybala müəllim. Buyurun müəllim. Gülər müəllim bu Müəllim idi. Bəybala müəllim. Demək, hücuma böyük basketbolda hücuma verilən vaxt Böyüdə 24 saniyə verir müəllim. 8 saniyə qaydası. Zonada müəllim, zona qaydası. Yəni Ha. topu zonaya çıxarmır, zona. Basket faul 6.75-in xarici. 3 xal, 1 cərimə. Qalibə məğluba verilən xal. Qalibə 2 xal, məğluba 1 xal, bir də ki, texniki məğlubiyyət 0 xal. 300 basketbolda ilk dəfə Olimpiya oyunları nə zaman keçirilib? 2020-ci ildə 2020-ci ildə. Böyük basketbolda qeyri-idman faulı. Buna görə oyunçu neçə etdikdə oyundan kənarlaşır, neçə cərimə atışı atılır. 2 qeyri-idman faul etdikdə oyundan kənarlaşır, 2 dənə cərimə atışı verilir. Elmira müəllimə, buyurun. Müəllim, bir söz deyim, sözünüzü kəsdim, üzrünü sən. 2020 ildə axı virus olub, COVID-19 olub, necə Olimpiya oyunları? Yəni 2020 gedir, bu Tokyoda keçirilən yay Olimpiya oyunları. 2021-ci ildə olub. Yəni bilirik, yəni o 2020 əslində 2020 gedir. Yəni 2021 deyil. Keçirilməli idi. Ona görə 2021-də yazılıb ki. Aha, bu 2020 gedir. Yəni 2021 getsəydi əgər Parisdə keçirilən Olimpiya oyunları 2014-də yox, 2015-də keçirilərdi. 2021 getsəydi. Bu 2020-də gedir. Sadəcə olaraq pandemiyaya görə 2021-də keçirilib. Sənəddə 2020, sənəddə 2020 gedir. Sənəddə. Bəli, 2020. Sadəcə o pandemiya. Məsəl üçün 5-ci İslam Əmrəlici oyunları Türkiyədə keçirildi. 21-ci ildə keçirilməli idi. Bu da pandemiyaya görə 2022-də qaldı. Amma əslində Mən belə 2021. deyək də, sənəddə qaydaya uyğun olaraq 2020-ci il yazılır, amma keçirilənib 2021-ci ildə. Aha. Tam doğru, tam doğru. Bəybala müəllim. 300 basketbolda topun çevrəsi çəkisi. Çevrəsi 720, 740, çəkisi 580, 620. 480 yoxsa 580, 620. 580, 620. 6.75-in xaricində atılan xal 300 basketbolda. Xalla qiymətləndirilir. Time-out. Daxildən bir 30 saniyə müəllim. Əsas hissədə götürmədiyimiz time-out overtime-a keçir. Keçir, bəli. Keçir. Bəs 300 basketbolda birinci hissədə götürmədiyimiz time-out ikinci hissəyə keçir. Bir dənə hissə olur mənim 300 basketbolda. İkinci hissə yoxdur. Overtime-a keçir. Bəs əsas böyük basketbolda götürmədiyimiz time-out birinci hissədə götürmədiyimiz time-out ikinci hissəyə keçir. Yox, xeyr. Keçir. Yaxşı. Birinci böyük basketbolda oyun necə başlanılır? Avaş ilə keçir başlanır. Hakim Avaş ilə. İkinci periodda necə başlanılır? Hakim masasında oxu baxalım. Bəs hücum istiqamətləri nə zaman dəyişir oyunçular? Hissələr tamamdır. Birinci hissə qurtaranda. Birinci hissə bitdikdə. Bəs yaxşı. Mübahisəli topda hansı komandada olduğunu hardan biləcəyik? Hakim masasında oxu baxalım mənim. 3x basketbolda mübahisəli topda top kimdə qalır? Müdafiə olunan komandada. Mübahisəli topda top hardan başlanılır? Tek balla başlanır. Yandan çıxan top hardan başlanılır? Tek balla. 3x basketbolda oyunçu buyurun Namiyə müəllimə. Bir də müəllim 300 basketbolda deyir ki, atış verilməyən qayda pozuntularında oyun hardan başlayır? O da jackballdan. O da jackballdan. Aydındır. O dərsin əvvəlində o 5 dənəni saymışdım. Yenə də təkrar. O Bəybala müəllimə, ümumiyyətlə jackballdan başlanılan oyunlar, zərbələr deyin. Hansı zamanlar jackballdan başlanılır? Jackballla oyun əvvəlində müəllim, məsələn yandan çıxanda qayda pozulanda müəllim. Qayda pozulanda, yəni o cərimə zərbəsi verilməyən qayda pozuntularında. Bəli, o ikisi yadımdan çıxıb tam dəqiq bilmirəm. Yan dedim, yan. Aha, ikisini dediniz. İkisinin əlavə kim deyər? Əlini qaldırsın. İlk oyunun əvvəlindədir. İlk oyunun əvvəli sonra. Overtime-da. Bir də overtime-dan gəldikdə, bir də time-out-dan gəldikdə. Yaxşı, Bəybala müəllimə, belə bir sual verim. Məsəl üçün, Bəybala müəllim, demək, baxın, məsəl üçün, biz overtime-a getdik komanda olaraq. Mən məsəl üçün, overtime-da olduğum müddətcə qayda pozuntusu, faul etdim, texnik faul. Hakimə qarşı qayda pozuntusu etdim, yəni etik davranışlar kənar. Bu zaman necə olacaq? O necə davranır? Overtime-da. Necə? Oyun yəni çöldə olan zamanda. Qıraqdıyıq, istirahət fasiləsindəyik. O zaman oyunçu meydanı tutmaya icazə yoxdur mənim. Xeyr. Cəza verirəm. Xeyr, tam. Mən deyim müəllim. Deyin Anar müəllim. Müəllim, o cərimə atışı atılır, sonra oyun başlanılır. Bəli. Cərimə atışı verilir, sonra oyun başlanır. Qeyri-idman faulu verilir, mən oyunçuya qeyri-idman faulu verilir.
Texniki faul. Müəllim. Texniki faulda Texniki faul. söhbət getdi. Texniki faulda bir cərimə atışdı. Məsəl üçün, oyun getdi overtime-da mən texniki faul etdim. Bu zaman oyun başlamamışdan, overtime-da olan oyun başlamamışdan birinci bir cərimə atışı atılır, sonra oyun başlanır. Bildim müəllim. Aha. Sonra Bəybələ müəllim, bir iki sual da verim. Keçək bir Müəllim, müəllim yeni könüllü dərs- müəllimə də. Bəli, Rəşad müəllim. Yeni dərs olacaq bugün. Bu gün yeni dərsi vaxtımız azdır. Tam formada YouTube-da yerləşdirilmişəm. Voleybol idman oyununun izahı. Ona baxarsınız zəhmət olmazsa tam izahların orada hamısını vermişəm və səsli izahını da atacağam, dərsliyi də atacağam oxumaq üçün. Bir də testlərini atacağam. Buyurun Gülen müəllim. Mən 6,75 metrlik xəttin üzərindən atılan atış deyiləndə onda xəttin daxili nəzərdə tutulur, yoxsa Bəli. xarici nəzərdə tutulur? 6.75-in daxili nəzərdə tutulur. Üzərindən olanda daxili nəzərdə Bəli, bəli. tutulur. Buyurun, xoşdur. Bəybələ müəllim. Demək, diskvalifikasiya zamanı nə zaman oyunçulara cərimə atışı verilməz diskvalifikasiya zamanı? İki komandanın üçün oyunçu diskvalifikasiya alarsa müəllim onda. Yaxşı 5 saniyə qaydası. Cərimə atışları zamanı altdan başlanan zaman belə ki, necə deyim sizə, baskı altında. Komanda rəqib baskısı altında. 5 Bəli, saniyə bəli. bu saxlamaq. Bəli. Çox sağ olun Bəybələ Sağ müəllim. olun. Sağ olun. Bir müəllimimizə də müəllimimiz könüllü əlin qaldırsın. Ona da bir neçə suallar verək. Dərsimizi bu gün yekunlaşdıraq. Elmira müəllim, Rübai müəllim. Elmira müəllim, sizə sual cavab edək. Digər müəllimlər gələn səfər mütləq qaydada bir nəfər. Hər dərsdə 2 müəllim və yaxud da 3 müəllim çalışdığım qədər ümumi bir dəfə sual cavab edəcəyik, sonra dərsi yekunlaşdıracağıq. Elmira müəllim cəhətdə xəbərdir deyə birinci əlin qaldıran Elmira müəllim olduğuna görə sütuna başlayaq. Elmira müəllim, zəhmət olmasa səs açsın. Buyurun müəllim. 3 basketbol nə zaman yaradıb? 1980-ci ildə başladı. Komandanın fəaliyyəti limiti. 2 qız basketbolda. 3-3-sə. 6. 6, 7, 8, 9 olduqda necə olur? 7, 8, 9 olduqda komanda əleyhinə 2 sərbəst atış verilir. 10-11 olduqda 12 2 sərbəst atış və 2 cərimə atışı verilir. 2 sərbəst atışla 2 cərimə atışının fərqi nədir? 2 cərimə atışı, bir də 2 cərimə atışı, bir də 2 xal verilir. Xeyr, qarışdırdıq. Mən qatışdırdım. 2 Anam. cərimə atışı verilir. Aha. Müəllim topa sahib olmaq. Bir də topa sahib olmaq. Aha, bir də topa sahib olma. Elmira müəllim, komandanın fəaliyyəti 4-dür. Oyunçu birinci qeyri-idman fəalına görə cərimə atışından sonra top kimdə qalacaq? Cərimə atış edən komandada. Yanlış deyirsiniz. Bunu bilmədim. Bunu bilmədim. Kim deyər, əlin qaldırsın zəhmət olmazsa bilən. Rübai müəllim. Deməli oyuncu 4 faulda 2 faul yazılır. Rəqib komanda şeydə 2 faul yazılır. Komandasının faul limitinin üzərinə 2 faul yazılır. 2 faul yazılır, bəli. Və top keçirsən o birisi komandaya, atış cərimə alan komandaya. Cərimə atışından sonra kimdə qalır top? Sonra top o birisi komandada, cəza alan komandada. Aha, yəni cərimə atışın cəzanı biz almışıqsa, Yerinə yəni yetirib bizdə və qalır. topu verir o bir komandaya da. Aha, tamamilə doğrudur. Elmira Bir müəllim. sual verin. 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci, 6-cı niyə bunlar faul limiti kimi gedir? 6 limitdən sonra başlamır faul limitləri. Mən ona görə qatışdırıram bunu əmişə. Baxın, 6-dan sonra başlayır. Belə bir şey var. Məsəl üçün, oyunçunun qeyri-idman faulunda birinci üstündən söhbət gedir. Birinci qeyri-idman faulunda top qalır faulu yerinə yetirən komanda. Yəni cərimə atışında yox, cərimə atışını atdı. Məsəl üçün, faulu mən etmişəm qeyri-idman faulunu. Cərimə atışından sonra top bizdə qalır, bizim komandada. Birinci qeyri-idman faulunda. İkincidə isə ikinci qeyri-idman faulunda cərimə atışını faul etmişəm, ikinci faulu. Avtomatik cərimə atışını rəqib komanda atır. Cərimə atışından sonra top yenidən qalır rəqibdə. Birincidə məndə qalır, ikincidə sizdə. Əlavə bir nüans var. Komandanın faul limiti 8-dən olarsa, 8 və yaxud daha çox. Elə birinci qeyri-idman fauluna görə, bu zaman top qalacaq elə cərimə atışını atan komandada. Niyə? Məsəl üçün 8-dir. 8-dir, demişik qeyri-idman faula görə komandanın faul limitinin üzərinə 2 əlavə olunur. 8-dir, üzərinə 2 gələndə eləcək 10. Və o demişik 10, 11 və daha çoxunda topa sahib olma rəqibdə olur. İki cərimə atışı da verilir, topa sahib olma da rəqibdə olur. Onun üçün 8 isə üzərinə 2 gələcək. Ona görə birinci faulda etsəm, qeyri-idman faulunda etsəm. Yenə də cərimə atışı məsəl üçün siz atışsınızsa, top elə qalacaq sizdən. Başa düşdüm, çox sağ ol. Aha, buyurun, siz sağ olun.
Elə Elmira müəllimə, sən sağ üçün zəhmət olmazsa. Atmışam Mahmud. Aha, qalibi məğluba verilən xal basketbolda. 2 xal qaliba verilir, məğluba 1 xal. Aha, bir xal. Oyunçu dəyişikliyi. Oyunçu dəyişikliyi böyük basketbolda Hı -hı. məhdudiyyət yoxdur. Məhdudiyyət yoxdur. Bəli. Yaxşı. Diskvalifikasiya alan oyunçu geri qayıda bilər? Xeyr, qayıda bilməz. Qayıda bilməz. Yaxşı. Bir dəqiqə üzr istəyirəm. 3 saniyə qaydası. Basketbolda, böyük basketbolda 3 Aha. saniyə qaydası topsuz şəkildə 3 saniyə qala bilər. Hücum meydanında. Topsuz halda ümumiyyətlə topla 3 saniyədən artıq dayana 3 bilməz. saniyə artıq dayana bilməz. Yaxşı. 6.75-in xaricində atılan xal. 6.75-in xaricində atılan xal uğurlu atış 3 xalla qiymətləndirilir. 3 xalla qiymətləndirilir. Bəs daxilində 2 xalla qiymətləndirilir. 2 xalla qiymətləndirilir. Bəs cərimə atışı? 1 xalla. Aha. Oyun gedişatı zamanı 5.80-dən üzərindən atılan xal neçə xalla qiymətləndiriləcək atış? 1 xalla qiymətləndirilir. Oyun gedişatı zamanı. 5.80 üzərindən atılanda bir cərimə atışı ilə qiymətləndirilmir. Ümumiyyətlə 5.80-də olan cərimə atışlar 1 xalla qiymətləndirilmir. Cərimə atışlar 1 xalla qiymətləndirilir də. Mən deyirəm oyun gedişatı zamanı. Oyun oynayırıq, gəldim oyun oynadığımız yerdə 2 xalla, 2 xalla. Aha, 2 xalla. Daxili sayıldığı üçün 2 xalla. Topun çəkisi çevrəsi böyük basketbol. Topun çəkisi böyük basketbollarda 6-7 nömrə topla eynidir. Topun çəkisi qadınlarda 724-737. Bu çevrəsidir. Çəkisi də 510-567. Kişilərdə də 749-780 çevrəsidir. 567-650 də çəkisidir. Hücuma verilən vaxt 3-3-də. 5 saniyə. 5 saniyə. 300 basketbolda time-out nə zaman götürülür? Top canlı olduqda yoxsa top ölü olduqda? Top ölü olduqda götürülür. Oyunçu və ehtiyat oyunçu istəyə bilər. Yaxşı. Bir dəqiqə. 300 basketbolda komanda heyəti. 3 əsas, 1 ehtiyat olmaqla 4 nəfərlə oynarlar. Ehtiyatsız gələ bilər oyuna? Bəli, gələ bilər. 2 nəfərlə oyuna çıxa bilər? Xeyr. Yaxşı. Oyunçu azlığı ilə neçə oyunçu qalarsa oyuna davam edər? 1. 1. Yaxşı. Böyük basketbolda komanda heyəti? 5 əsas, 7 ehtiyat olmaqla 12 nəfərdən ibarətdir. 5 əsas, 7 ehtiyat. 4 nəfərlə meydana çıxa bilər? Xeyr, çıxa bilməz. 1 nəfərlə oyun davam edə bilər? Xeyr, davam etməz. 2 nəfərdən artıq ola bilməz. 2 nəfərdən artıq olmalı. Az ola bilməz. Az ola bilməz. Yaxşı. 300 basketbolda səbətə atılan uğurlu atışlar. 1-2 xalla qiymətləndirilir. Böyük basketbollarda da 1-2-3 xalla qiymətləndirilir. 300 basketbolda etiraz proseduru. Etiraz edilərsə video görüntüdən istifadə olunur. Yox, bu zaman necə olunur? Bu zaman necə olunur? Elə bir ki, hakimdən öncə 30 dəqiqəlik yazılı protokol imzalayır və yaxud da $300 düzgünlük olsun deyə depozit ödəyir. Nə qədər? Əgər haqlı çıxarsa $200. Aha. Haqlı çıxarsa depozit geri qaytarılır. Haqsız çıxılarsa? Amma qaytarılmır. Pul batdı demək. Yaxşı. Böyük basketbolda hücum falına verilən cərimə atışı neçədir? Oyunçu neçə etdikdə oyundan kənarlaşır? Oyunçu 5-dir, komanda isə 4. Hücum faalı. Hücum falı? Hı. Hücum falı yoxdur. Hücum faalına görə. Hücum faalı var ha. Yəni hücum faalına görə ya oyunçuya cəza verilmir, ya da komandanın səbətinə. Hücum faalı zamanı top kimdə qalır bəs? Kimə verilir? Hücum falı olmadığına görə top Hücum faalı var. Yoxdur deyilən bir anlayış yoxdur. Yəni sadəcə olaraq hücum faalında ya cərimə atışı verilmir, ya da oyunçu kənarlaşmır. Hücum faalında bəs top kimdə qalır? Hücum faalı edilərsə. Qeyri-idman fallarında bilirəm ki, cərimə edən komandada qalır. Cərimə atış edən komandada. Dubai müəllim deyil. Tam bilmədim. Hücum faalında top rəqib komandaya keçir, yan xəttdən başlayır. Top yan xəttdən başlanır. Dərsimiz bu qədər müəllimlər.